sağ olun. Çox sağ olun. Növbəti sualı görməyə hazırsınız? Bildiyim sual olsa maraqlı olar. Kaş ki. Çünki 13-cüdür. Ümumiyyətlə 13 rəqəmi sizə düşür, düşmür. Mən belə şeyləri yoxlamıram. Pul məsələsində lap xoşlamıram. 13 milyon, 13 milyard. Kimin nə qədər artıq pulu varsa gətirsin, versin. Rüfət, 13-cü sual 16.000 manat qazandıracaq. Bu sualı görəcəyinizi təxmin edirdinizmi? Əslində çox oxumuşam mən. Çox oxumuşam. Sadəcə olaraq bir müddət ki, səhhətimdə problemlər oldu. Yəni oxuya bilmədim. Yenə təzə başlamışam oxumağa. Mən dahilər də deyib, mən də belə bilirəm ki, oxumaq insan xeyrinə nə olsa. İndi aparıcı olmaq mən sizə, yəni üz-üzə demək olmasın, mən xoşum gəlməz kimsə yalandan tərif eləməkdir. O mənim həyat tərzimə uyğun deyil. Mən sizə hörmətim var. Estağfurullah, çox sağ olun. Ona görə ki, siz savadlı adamsınız, təhsilli adamsınız, dünya görüşlü adamsınız. Belə bir verilişə yapışmısınız. Yəni Məni qoparmaq istəyirsiniz deyə bunu deyirsiniz. Adam var ki, müəyyən işlərlə məşğul olur. O iş ona yad bir şeydir. Yəni alınmır. Çox sağ olun. Allah utandırmasın. 13-cü suala çatmışıq.